Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Batumidəki yanacaq doldurma stansiyası orijinal və futuristik dizayn ilə dünyanın nüfuzlu nəşrlərinin diqqət mərkəzindədir. 2013-cü ildə Amerika Birləşmiş Ştatlarının nüfuzlu The Huffington Post nəşri bu stansiyanın ərazisində yerləşən McDonald's-ı ən kreativ və gözəl fast food obyekti kimi dünyanın ən yaxşı 100 binası siyahısına salıb. Bu il nüfuzlu Arcdale memarlıq şirkəti həmin binanı seçilmiş memarlıq nümunələri sırasına daxil edib. Şüşə və poladdan qurulmuş 3 mərtəbəli konstruksiyanın interyerini asma bağ bəzəyir. Binanın digər hissəsindən isə gözəl hovuz mənzərəsi görünür. Şüşələr binanın günəş işığı ilə dolmasına imkan verir və daxili mühitə təbii çarlarlar gətirir. Batum McDonald's-ı Azərbaycan Dövlət Neft Şirkətinin dünyanın diqqətini cəlb edən yeganə memarlıq layihəsi deyil. Tbilisi-Batum magistralı üzərində yerləşən çoxfunksiyalı avtolounj beynəlxalq səviyyədə populyarlıq qazanır. Pərvanə Rəhimova, Nail Babayev, Cəvid Abbasov, Azərtac.